sözə bitişdirici samitin işləndiyini əminliklə demək mümkündür. Belə bir sual var. Variantdakı sözlərin hamısını deyin yazar. Mədəni. Deməli, A variantında Mədəni. mədəni, B-də dəliyə. dəliyə, C-də əmiyə. əmiyə, D-də onlarla. onlarla, Y-də kürəyə. baxın, hər ikisini iki cürə işlə, hamısını daha doğrusu iki cürə işlədəcəyik. Biri var deyirəm ki, o uşaq mədəni insandır. Necə? Mədəni insan. Sözün kökü nə olacaq? Mədəni də elə. Elə mədəni, bəli. Bir də deyirəm ki, mədəni çox yükləmə. Mədə sözün kökü, nı bitişdirəcək. Mədə sözün kökü olacaq. İ burada qrammatik şəkilçi, bəli. Nə şəkilçisi də haldır yoxsa mənsubiyyət? Təsir. Onun mədəni. Haldır. Onun mədəni. Yox, təsir. Sənin mədən. Təsirlikdə idi də. Necə? Təsir. Təsirdə idi, hə. Bu da təsir haldır da. Dedim, nə anlamı? Əslində iki cürə düşünmək olar. Sənin mədəni çox yükləmə desəm, sənin mədən. Hə? Buradakı n hanıdır? Mənsubiyyət şəkilçisi olacaq, i təsirli ha şəkilçisi olacaq. Düzdürmü? Bir də desəm ki, başqa cür necə deyərik? Mədən şey var da, mən belə, yox, elə yox, o mədəndir, o başqa şeydir. Bir də desəm ki, mədəni çox yükləmək yox, yazsaq ki, mədəni çox yükləmək olmaz. Mədəni çox yükləmək Burada mənsubiyyət olmaz. olmur. Onda mənsubiyyət olmayacaq. Bunu bitişdirici olacaq. Belə. Bitişdiricini belə göstər. İ təsirli ha şəkilçisi olacaq. Aydındır. Sonra bir də sizin dediyiniz, Yusuf sənin dediyin kömür mədəni. kömür mədəni, bəli, o formada da düşünmək olar. Yəni burada n-nı dəqiq qəti şəkildə cümlədə işlətmədən deyə bilmərik ki, bitişdirici samitdir, yoxsa ki, deməli sözün özündədir və yaxud da şəkilçidir. Aydındır? Dəliyə sözünə baxırıq. Deyirəm ki, dəliyə hər gün bayramdır. Bir də sincab dəliyə Bayramdır. Sincab nə dedi? Dəliyə girdi. Sincab dəliyə girdi. Yaxşı. Dəliyə hər gün bayramda sözün kökü dəli, y bitişdirici, ə yönlü ha şəkilçisi. Düzdürmü? Bəli. Mələk bax, sözə bitişdirici nə zaman artırılır? Saitlə bitir sözün kökü. Şəkilçi də saitlə başlayır. Görsən, iki sait yanaşı gələndə səslənməsində və yazışında biraz anormallıq çıxır deyə məcbursan ki, iki saitin arasına y, n, s, 3 dənə bitişdiricimiz var. N, y, s. Bu bitişdiricilərdən birini artırasan. İndi bura baxın, sincab dəliyə girdi. Dəlik sözün kökü. Dəlik sözün köküdür. Burada k-nın y-ya keçməsi hadisəsi baş veribdir. Ə artıq yönlü ha şəkilçisidir. Yəni, yenə dəliyə sözünü cümlədə işlətməsəm, bilmərəm ki, burada bitişdiricidir, yoxsa sözün kökündəki o k-lı y-ya keçib əvəzləməli baş verir. Əmiyə sözü qalsın, cavabımız odur. Onlarla sözünə baxaq. Onlarla insan getdi, onlarla getdim. Aha, onlarla insanlar deyə bilərəm, Zəhra görüm yadında qal. Niyə? Ayo demək olar, həm tək həm cəmdə Ay, işlənir. sağ ol. Hansılar idi digəri? Onlarla həm tək, həm də cəmdə işlənə bilərlər. Minlərlə. Onlarla, yüzlərlə, minlərlə, çox, çoxlu. Bir də bunlar idi ki, həm tək də ola bilər isim, ondan sonra gəlir isim, həm də cəmdə işlənə bilər. Onlarla insan nə idi? Susuz idi yazaq. Susuz idi. Bir də deyirsiniz ki, necə dediniz? Onlarla getdim. Onlarla getdik. Onlarla ilə orada sözün köküdür birincidə. Kök. Yo, onlar sözün köküdür. Ondur. On sözün köküdür. Ondur da Lar rəqəm. qrammatik, Say lar olaraq, qrammatik. bəli, on. Qrammatik. Yox. Larla, lərlə demişəm ki, saya məxsus. Larla, larca. Bunlar ayrılmır, parçalanırlar, ayrılır. Bütöv şəkildə say düzəldilir, leksik şəkilçidir. Bir də var, onlarla getdik, onlar ilə getdik də. Onda necə olacaq? Onlar sözün kökü.
Onlar sözün kökü. O. O sözün kökü. N bitişdirici. Lar. Lar, cəm. Onlar. Düzdürmü? La da onlarla ilə qoşmasının bəli, qısalmış versiyası. Ona görə yəni bunu da iki cürə düşünə bilir. Kürəyə sözünə baxaq. Bir kürə. Kürəyə çörək yapdım. Bir də Kürə yəni o çörək bişirilən yerdə, düzdürmü? Bəli. Bir də bel idi. Deməli, birinci yaz. Kürəyə çörək yapdım. Bir də yaxşı. Kürəyə nə olsa yara çıxmışdı. Kürə bir də top vardı, kürə top. Aha, onu da yazaq. Onu da cümlədə deyim. qutudan Kürə kürə seçdim. Kürə seçdim yox, o kürəyə olmalı axı. Hə. Kürəyə top attım. Hə. Eyni bu şey kimi olur, gəlir hə. çıxır da sadəcə onda yo. Bax, yazaq bunda yazaq. Kürəyə. Burada kürədir. Burada da kürə. Yenə də eyni. Hə. Yəni dəlik mənasında başa düşürəm. Bəli, atdım. Gəlin ayraq hamısını kökləşək. Kürəyə çörək yapdığımda kürə sözün köküdür. Y bitişdiricidir. Ə yönlü haşır. Burada deməli bitişdiricidir. Kürəyə yara çıxmışdı. Bu kürək. Sözün kökü kürəkdir. K-nın bəli y ilə əvəz olunması baş verir. Ə də yönlü haşır. Müəllim bir nöqtəniz qalxıyor oxşuyur. Olar. Olar düzdürsən. Kürəyə top attım. Kürəyə top attım. Yenə. Kürə sözün köküdür, amma buradakı kürədən deyil də. Y bitişdiricidir, ə də yenə yönlü haşır. Aydındır. İndi əmniyə sözünə baxın. Əmni bir cür düşünürəm. Bircə dənə, bəli, əmniyə hər zaman ehtiyac var. Əmni sözün kökü. Y bitişdirici, ə də yönlü haşır. Əslində sayılır. Yəni burada ancaq bir cür düşünə bilərik ki, y bitişdirici samitdir. Başqa heç. Aydındır. Zəhra, Ayaz başa düşdünüz siz?